Çünki Marsda ekstremal şərait mövcuddur. Planetin atmosferi demək olar ki, yoxdur. Temperatur -153 dərəcə Selsidən müsbət 20 dərəcə Selsiyə qədər dəyişir və səthindəki radiasiyanın səviyyəsi yerin səthindəkindən dəfələrlə yüksəkdir. Tədqiqatlar göstərir ki, əgər qırmızı planetin torpağı karbon və azotla zənginləşdirilərsə, Marsda bitkilər becərilə bilər. Alimlər bu istiqamətdə artıq fəal şəkildə araşdırmalar aparırlar. Marsda üzvü maddələri qısa müddətdə parçalaya bilən və torpağın münbitliyini bərpa edə bilən heç bir mikroorqanizm yoxdur. Yer kürəsində canlıları maqnit sahəsi və atmosfer qoruyur. Lakin qırmızı planetdə bunlar olmadığı üçün onun səthində radiasiya səviyyəsi xeyli yüksəkdir. Marsda bitki becərmək ideyası elmi fantastika deyil, həm də elm və texnologiya üçün ciddi çağırışdır.